Məlumdur, artıq imtahanımıza 11-ci siniflərin buraxılış imtahanına sayılı günlər qalıb. Keçənlərdə bu haqda video çəkdim və ora çoxlu şərhlər gəldi. Şərhlər arasında buraxılış fənlərini necə təkmilləşdirərək bu son 40-45 gündə nələr edə bilərik? Məsələn, orada biraz ətraflı danışmışdım, yəni hamısına səthi toxunmuşdum. Bu videoda isə tək-tək fənləri necə təkmilləşdirə bilərik? Mən nələrdən işləyirəm? Sən nələrdən işləyə bilərsən? Yəni necə təkmilləşdirə bilərik? O seriyaya da bu video ilə bərabər başladıq. Bu videoda riyaziyyat fənnini necə təkmilləşdirə bilərsən? Yəni məsələn, riyaziyyat çalışmaq istəyirsən, amma necə çalışacağını bilmirsən. Riyaziyyatdan necə çalışa bilərəm? Nəticəmi necə artıra bilərəm və ya artırmaq üçün nələr edə bilərəm? Riyaziyyatın təməl bazasından bir-bir maddə-maddə istifadə etdiyim maddələri sizlərlə bölüşdüm. Əminəm faydalı bir video olacaq. Bəlkə də bəzi maddələr istifadə edəcəksən, bəlkə də bəzilərini istifadə edirsən. Əlavə bir not da düşmək istəyirəm. Abituriyentlərə dəstək məqsədi ilə oktyabr aylarında bir WhatsApp kanalı açdım. WhatsApp kanalımızda şəxsi inkişaf və dərslərlə bağlı, imtahanlarla bağlı sorğular, anketlər keçirilir, günlük motivasiya cümlələri paylaşırıq. Hətta bizim aylıq konferanslarımız da olur digər izləyicilərlə bərabər. Əgər sənə də maraqlı gəlirsə, açıqlamaya qoyacağım linklə bərabər kanalımıza qatıla bilər, bizlərlə olan müzakirəyə qoşula bilər, gününə motivasiya ilə başlaya bilərsən. İlk maddəmiz nə olardı? Təməldən, sıfırdan riyaziyyatın qaydalarını getmək olardı. Və deyə bilərsən, Meyraz, axı riyaziyyat çoxdur falan. Başa düşürəm, qaydalar həqiqətən də çoxdur. Amma necə eləmək olar? Sən riyaziyyatdan sıfır deyilsən, əminəm ki, sıfır deyilsən. Yəni müəyyən qədər bazan var. 50 bal, 60 bal, 40 bal, 30 bal olsa belə ən azından bazan var. İndi mən blok riyaziyyatlar üçün danışmıram, buraxılış riyaziyyat üçün danışıram. Çünki məndə blok riyaziyyat yoxdur. Yəni mən buraxılış əsaslı riyaziyyatı gedirəm. Yəni nə etmək olar? Sıfırdan, təməldən qaydaları bir başlaya bilərsən təkrar. Çox bir şey lazım deyil. 1 saat, 2 saat oturmağa ehtiyac yoxdur. 2-3 dəfə səthi oxuya bilər, testini işləyə bilərsən. Yəni məsəl üçün tutaq ki, açdın qaydaları sıfırdan, mən artıq təkrara da başladım. Məsələn, natural ədədlər olsun. Deməyə natural ədədləri asan deyib keçmə. Onun içində məsələn müəyyən detallar olacaq ki, məsələn oxuyacaqsan, Əbu Bəkirun düsturları olacaq. Bax sən bu yadımdan çıxmışdı, bunu xatırladım deyəcəksən. C məsələn deyirdin, məsələn imtahana getdin, Əbu Bəkir barədə sual vardı. Orada C yazmışsan. C nə idi mənim? Sanki bir ağlıma ortaq olmayan sadə vurğuların hasiliymiş demək ki. Yəni sən o qaydaları oxuduqca müəyyən qədər şeylər yadına düşəcək və istər-istəməz məsələn sadəcə bir oxumaya o yadda qalacaq. Çünki beyin unutduğunu tuta bilir, saxlaya bilir. Yəni ilk olaraq bu maddəmiz olardı ki, təməldən riyaziyyatın sıfırdan qaydalarına başlayasan. Günə tək-tək mövzu getmə. Asandır, məsələn, natural ədədlərlə çoxluqlardır. Bunları bərabər götürə bilərsən, faiz nisbəti bunları bərabər götürə bilərsən. Biraz trigonometriya, üçbucaq, dairə, həndəsədə yavaşlaya bilərsən. Hətta deyərdim ki, əgər 30 gün içərisində bitirməyi bacarsan, son bir həftədə də mükəmməl şəkildə bir təkrar gedib riyaziyyat qaydalarını ən gözəl şəkildə, yaxşı şəkildə mənimsəyə biləcəksən. Tamam, qaydaları oxuduq, qaydaları başa düşdük. Məsələn, mən bu gün başladım. Sənlə bərabər məsələn, mən də bu gün başladım deyək. Əslində mən başlamışam, nümunə olaraq deyirəm. Oxudun natural ədədləri. Aç, çox demirəm, bax, 100-dən 200-dən söhbət getmir. Çox az yəni, heç 5-10 dəqiqəni almayacaq yəni. Bir çay içmə, bir kofe içmə vaxtı qədər vaxtını alacaq. 10-15 dənə natural ədədlərə aid çətin tapşırıqları işlə. Məsələn, Əbu Bəkirə aid topluluqda kifayət qədər çətin sual var. Onları girişməyə çalış, işləməyə çalış. Bilməsən də eybi yoxdur. Ən azından biləcəksən ki, məsələn mən bu sualı imtahanda bilməmək yerinə burada bilməyərəm ki, burada öyrənib gedib imtahanda yaza bilim. Yəni bizim nəyimizə lazımdır? İmtahanda bilməyək. Burada bilməyək ki, gedib orada yaza bilək. Həm də ki, bilmədiyin suallardan qaçanda onu bilmiş sayılmırsan. Sadəcə sualları gizlətmiş sayılırsan. O çətin suallar hər zaman orada olacaq. Məsələn, bəlkə də təkrarı gedirsən, üçbucaqlardasan. Əla, aç 10-15 dənə həmin bölməyə aid, həmin mövzuya aid bir test işləməyini istəyirəm. Sonra yoxla və ya nə bilim, tutaq ki, məsələdir, ilişdin qaldın. Aç YouTube-dan izahlarına bax. Məsəl üçün, tutaq ki, həndəsi silsilə işləyirsən, sən 27-ci sualda çətinlik çəkdin. Demək ki, köçürtmürsən. Sən 27-ci sualın izahına baxacaqsan YouTube-dan, başa düşəcəksən və keçib 28-ci sualı özün yazacaqsan. Deməli 27-ni mən başa düşdüm, artıq 28-ci sualı sərbəst şəkildə yaza bilirəm. Yəni imtahana 27 tipli sual düşsə, artıq mənim 1 balım hazırdır. Bax, mütləq, amma mütləq PDF də olsa, real da olsa, bir dənə mütləq sınaq kitabın olsun. Bax, mən İzə nəşrini işləyirəm. Çox gözəl bir kitabdır. Yəni nə çətin, nə asan, tam orta səviyyə, buraxılış səviyyəsi üçün ideal birəbir bir kitabdır.
Bənzər nəşrlər ola bilər. Məsələn, deyə bilərsən, Meraz məndə izə yoxdur, eybi yoxdur, əla. Məsələn, səndə 20 sınaq kitabı ola bilər. Məsələn, bəlkə səndə bu kitab var. Bundan işləyə bilərsən, əla. Məsələn, bəlkə də səndə MHM-in o 20-30 sınaq çətin blok səviyyəsinə yaxın suallar var. Ola bilər, işləyərsən, 10-15 üçün çıxar, eybi yoxdur, əla. Yəni əlində olan materiallardan ən faydalı şəkildə istifadə etməyi bacarmalısan. Məhz bax, yüksək bal yığanlar sırf müəyyən vəsaitləri işləmirlər. Əlində olanları ən yaxşı şəkildə istifadə edə bilən şagirdlər olurlar. Məsələn, sən deyə bilərsən ki, mən bundan işləyəcəm, İzədən işləməyəcəm. Ola bilər. Bəlkə də sən bununla gedib 250 balı keçəcəksən və İzə nəşriyyatı ilə gedib 260-270 bal yığacaqsan və ya 200 balı keçəcəksən. Fərq etməz. Riyaziyyatın köhnə illərin buraxılışlarına da başlamağını istəyirəm. Yəni bir təməl səviyyəni ölçmək, həm də motivasiyanı qaldırmaq üçün aç kitabı məsələn tutaq ki, əlində vəsait yoxdur, PDF yoxdur. Əminəm toplu birinci, ikinci hissəm vardır. Onun arxasında hər zaman köhnəsində, təzəsində qəbul və buraxılış sınaqları olur. Onları açıb təkrar işləyə bilər, düzünə, səhvinə baxa bilər. Məsələn, işləyə bilərsən. Məsələn, deyək ki, yazdın imtahanı, kompleks ədədlərdə səhvin çıxdı. Növbəti dəfə qayıdacaqsan və kompleks ədədlərin suallarına baxacaqsan. Yəni buraxılışlar da sənə səhvlərini ən mükəmməl şəkildə nələrdən ola biləcəyini deyə bilir. Məsələn, üçbucağı səhv yaza bilərsən, əla, aç onun qaydasına bax. Yəni necə deyim, səhvlərindən qorxma. Bonus olaraq da bunu deyə bilərəm ki, bu 30, 35, 40 günlük periodda sənin ən yaxın dostun sənin səhvlərin olacaq. Bilirsən niyə görə? Sənə həqiqəti deyənlər də o səhvlər olacaq. Bir atalar söz var, həqiqət acıdır. Yəni həqiqət hər zaman acı olub. Məsələn, səhvlər heç bir zaman insanların xoşuna gəlməyib, amma səhvlərdən nəticə çıxaran insanlar sabah bir gün 280, 290, bəlkə də 300 bal yığan şagirdlər olublar. Çünki səhvlər insana ən yaxşı dərs verən suallar olurlar. Yəni səhvlərindən çalış ki, nəticələr çıxardasan. Düsturlar üçün kiçik notlar hazırlaya bilərsən. Məsələn, düsturlardan müəyyən qədər düsturlar keçmisən. Üçbucağın düsturudur, həndəsi silsilədir, ədədi silsilədir, trigonometriyadır, loqaritmadır. Onları printer vasitəsilə çıxarda bilərsən. O qədər də maliyyətli deyil. Məsələn, mən elə eləmişdim. Məsələn, biologiya kitabımın üstündə qapaq şəkli vardı. Mən onun üzərinə məsələn trigonometriyanın düsturlarını yapışdırmışam 9-cu sinif dərsliyi. Məsələn, açıram oradan 9-cu sinif dərsliyi məsələn açacağam oxumağa. Üstündə məsələn orada bir düstur var. Məsələn, A-ın bərabərdə A1 plus n çıxılsın 1 vurulsun deyə məsələn. O düstur var. Ha deyirəm, ha tamam bu ədədi silsilənin düsturuydu. Məsələn, adam bir müddət dalğınlığa düşür, belə düsturlara baxa-baxa gəlsən, dərsliyi də oxumaq yadından çıxır. Yəni bunu da edə bilərsən məsələn. Evində printeri varsa çox gözəl, oradan çıxarda bilərsən və ya gedib başqa yerlərdən printerdən çıxarıb kitabının üstünə yapışdıra bilərsən. Hətta yatağının önünə də şkaf falan varsa yapışdıra bilərsən. Məsələn, səhər gözlərini açanda görürsən ki, trigonometriyanın düsturlardır. Yəni bu da möhtəşəm bir vasitədir, istifadə edə bilərsən, tövsiyə edirəm. Vaxt ölçərək də işləyə bilərsən. Məsələn, mən riyaziyyat işləyən zaman hər zaman bundan istifadə edirəm. Bu balaca saniyə ölçənlərdən. Məsələn, bilmək istəyirəm ki, görəsən sınaqları neçə dəqiqə işləyə bilərəm. Mən bunu daha çox sınaqların vaxtını deyil də, gün ərzində nə qədər dərs oxuduğumu ölçmək üçün istifadə edirəm. Bu gün daha başlamamışam, amma başlayacağam. Məsələn, bəzi günlər olur 4 saat dərs oxuyuram, bəzi günlər 5 saat, elə olur ki, 1 saat dərs oxuyuram. Yəni müxtəlif dəyişə bilir. Yəni özün üçün bir vaxt ölçən də ala bilərsən, çox az maliyyətli bir vasitə və çox gözəl bir köməkçi vasitə olacaqdır sənə. Dürüst ol və zəif nöqtələrindən qaçma. Bayaq səhvləri deyəndə eləməz də bunu nəzərdə tuturdum. Yəni məsələn, səhvlərindən qaçma, zəif olduğun yerləri təyin et. Məsələn, dürüst ol. Özünə de ki, məsələn, mən məsələn Mehraz, sən trigonometriyadan yaxşıyam, lazım deyil. Yox, Mehraz, sən trigonometriyadan zəifsən, açacaqsan düsturlarını öyrənəcəksən və gedib testini işləyəcəksən. Yox dedin ha, o gedib imtahanda səndə düz çıxmayacaq. İnan mənə, bunun qarantiyasını mən sənə verirəm. Yəni zəifsənsə get o mövzuyu öyrən. Səhv yazma ehtimalını azaldırsan. YouTube'dan video izahlara baxaraq da öyrənə bilərsən. Məsələn, tapşırıq işlədin, çətin yerlərin oldu, oradan aç YouTube'dan izahlara bax. Məsələn, mən belə eləmişdim. Loqaritmanı açdım mən. Məsələn, evə gəlmişdim yenə və biraz ürəyim sıxılırdı. Çünki loqaritmadan biraz zəif idim. Yəni, içimdə bir narahatlıq vardı. Bəlkə səndə də olub, o müəyyən dərsi bilməyəndə. Dedim, açım bir yarım saat loqaritma videosuna baxım, görüm nə olacaq da. Yəni, belə dedim, 5 dəqiqə boyunca sıxılsam çıxacam videodan. Bir də baxdım ki, videonu bitirmişəm, açdım tapşırıqlardan biraz çoxlu işlədim və gördüm ki, loqaritma sən demə nə asan deymiş. O sayədə öyrənə bildim. Ən əsas maddə bax, ən qızıl və ən güclü, ən son maddəni bura saxladım. Özünü çox yorma. Niyə? Çünki sən aparat deyilsən, sən süni intellekt deyilsən, sən robot deyilsən. Özünü çox da boşlama, amma özünü çox da yorma. Hər gün qədəndə bacardığın qədər işlə. Məsələn, bir maşın düşün, bir avtomobil düşün, məsələn 100 kilo yük götürə bilir.
Sən özünü 200 yükləmə, 300 yükləmə. 100 bacarsan 100 yüklə, 80 bacarsan 80 yüklə. Yükün qədər çalış. Yükün qədər çalışsan, inan mənə gedib istədiyin nəticəni yığacaqsan və buraxılış imtahanı verəndən sonra peşman olmayacaqsan, çünki belə deyəcəksən. Mənim əlimdən gələn buydu və mən bunu toplaya bildim. Bəli, bu gün buraxılış imtahanına az qalmış, yəni son bir ay qalmış. Riyaziyyatdan necə çalışmaq olar? Sənə bir plan, bir xəritə verdim. Bu mənim xəritəmdir. Bəlkə bəzi maddələri sənin də xoşuna gələcək, istifadə edəcəksən. Bəlkə də bəzi maddələri artıq istifadə edirsən. Əminəm faydalı bir video oldu. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol, salamat qal. Növbəti videolarda görüşənə qədər.